Salam əziz şagirdlər, bu gün imtahana düşmüş suallardan birini sizinlə paylaşmaq istəyirəm. Deməli, şəkildə parabolanın qrafiki verilibdir və CO parçasının uzunluğunun 5 olduğu deyilir. BO parçası isə 25 vurulsun AO-ya bərabərdir. AO parçasına bura M yazıram. BO parçasına isə 25 M yazacağam. Və biz bir-iki koordinat oxları bir-birinə perpendikulyardır. ACB düzbucaqlı üçbucaqdır. Evklit bərabərliyinə əsasən hipotenuza çəkilmiş hündürlüyün kvadratı proyeksiyaların hasilidir. Yəni bizdə hipotenuza çəkilən hündürlük 5-dir. 5-in kvadratı bərabər olacaq proyeksiyaların hasilinə. Yəni 25 bərabər olacaq 25 M kvadratına. Buradan M kvadratı 1, M isə 1-ə bərabər olacaq. Parça olduğu üçün M-in mənfi 1 cavabını götürə bilmərik. İndi AO parçasının uzunluğu 1-dir, amma A koordinatı sol tərəfdə olduğu üçün buna mənfi 1 deməliyəm. OB-nin uzunluğu 25-i 1-ə vuranda 25-dir, amma sağ tərəfdə olduğu üçün mən müsbət 25 deməliyəm elə buna. Və bizdən parabolanın təpə nöqtəsinin apsisini istəyir. Parabolanın təpə nöqtəsi buradadır. Təpə nöqtəsinin apsisi demək, əslində bunun simmetriya oxunun üzərində olan x-i tapmaq deməkdir. Həmin simmetriya oxu biz x0 demişik də parabolanın təpə nöqtəsinin koordinatına. x0-ı tapmaq əslində apsis oxu ilə kəsişmə nöqtələrinin tən ortasındakı nöqtəni tapmaq deməkdir. Yəni toplayıb 2-yə böləcəksiniz, cavab eləyəcək 12.